Hər kəsə salam uşaqlar, mən adım Fərid. Instagramda, TikTokda, YouTube'da və Telegramda Topaz Futbol kanalı adminiyəm. Bu günlərim üçün, yəni gecə çəkilən videonu sabah üçün olan Avroliqa və Konferans Liqası oyunlarına sizə təqdim edəcəm. Bu hazırda 12 dənə məç təxmini sizlər üçün paylaşacağam. Biraz deyəcəm hansılar daha güvənlidir və hansılar daha risklidir. Siz onlar içindən riyaziyyatını və sizin düşüncələrinizdən üst-üstə düşəni seçib yaza bilərsiniz. Yəni şərt deyil ki, 12 dənə oyun hamısını yazın. Xeyr, 12 dənə oyundan 3 dənə, 2 dənə, 4 dənə oyun yazın və yaxud da ikisindən 2 dənə oyun birləşdirib 2 əmsal, 3 əmsal düzəldib yaza bilərsiniz. Keçək oyunlarımıza birinci oyunumuz Avropa Liqasından hamının gözlədiyi oyun Fenerbahçe ilə Rangers oynayır. Burada bilirəm, hamı Fenerbahçedən tərəfdir, çünki Fenerbahçe istəyir hamı keçsin. Və Fenerbahçe son vaxtlar həqiqətən çox super oynayırlar. Anderlecht öz meydanlarında uddular, getdilər qonaqda 2-2 bərabərə qaldılar. Fenerbahçe ilə Rangersin qalibi digər tərəfdən Roma ilə Atletik Bilbao klubunun qalibi ilə üzləşəcək. Böyük ehtimal orada Roma keçəcək. Bu tərəfdə demək olar ki, Rangers mən bəyənirəm. Liqdə o qədər də yaxşı getməsələr. Yaxşı getməsələr deyəndə ikinci yerdədirlər Celticdən sonra. Ligin başını buraxıblar açıq deyək. Çünki Celtic böyük ehtimal böyük xal fərqi ilə qabaqdadır və rahat şəkildə çempion olacaq. Rangers həqiqətən çox qəşəng oynayır və oynadığı oyunlarda da qol vurur. Baxaq təşəbbüsün Malmöyə 2-0 udublar, Lyona bir dənə vurublar, 4-1 udublar. FCSB 4-0, Olympiakosu 1-1, Nice-dan 4-1, Tottenham'dan 1-1. Demək olar ki, United'ə belə qonaqda vurublar. Demək olar ki, bütün oyunlarda qol vurulub. O deməkdir ki, bunun Rangersin hücum xətti çox yaxşıdır. Rangersdən, yəni belə düşünsək ki, Rangersin məqsədi nə olacaq? Udmaq istəyəcək o heç. Ən misallı bərabərlikdən öz stadionuna aparmaq istəyəcək oyunu. Rangersin də azarkeşlərini bilirsiniz, necə azarkeşləri var. Öz stadionunda oyunu udmaq istəyəcək. Ən misallı burada bərabərə qalsa. Fenerbahçe'də ən ön xəttdə Əl-Nəsr oynayacaq, Cek oynayacaq, Tadic, onların arxasında Kostic, Şimanski, Amrabat və Mert oynayacaq. Müdafiədə də Yusuf çox qəşəng oyunçudur. Məncə onu bu sezon alacaqlar. Skriniar və Çağlar oynayacaq və İrfan Can da qapıdadır. Osay Samuel ilə Fred sarı kart cəzası olmayacaqlar. Fenerbahçe öz stadionunda %99% gol vuracaq. Yəni ona mən arxayınam, çünki bu hücum xəttindən, bu gedişatdan, bu yəni komandanın yaxşı vaxtında qol vurmasını gözləyirəm. 1 qol, 2 qol vurarlar. Rangers də qəşəng oynayan klubdur, mən çox bəyənirəm. Rangersdən 100% məncə, 100% olmasa 99% yəni qol vuracaq. Bu oyunda ən inandığım seçim Fenerbahçe ilə Rangers qoldur. Yəni Rangersdə yəni oyunlarına baxsaq həqiqətən görək ki, Rangers qol vura bilən klubdur. Yəni Anderlecht Fenerə vura bilmədi, bildik ki, qonaqda oynayanda vura bilmədi. Anderlechtdə də yəni bu il sezon yaxşı getmir vəziyyət, ona görə amma öz evində vurdu. Fener biraz boşlayan kimi 2 dənə qol vurdular. Mən burada Rangersdən qol gözləyirəm, Fenerdən də qol gözləyirəm. Oyunun qol-qolu məncə ideal seçimdir. Qol-qol əmsalı 1.60 əmsaldır. Bura qoyacağım, baxarsınız. Məncə bunu qəşəng kuponlarınıza əlavə edə bilərsiniz. Fenerbahçe ilə Rangers oyunda bir dənə də fərqli bir seçim deyəcəm. 3 əmsallı, riskli də o heç. Yəni bunu riskli sistem kuponlarına qoya bilərsiniz, təkli də yoxlaya bilərsiniz. Rangers birini vuracaq, ikincini də vura bilər. Ona görə Rangersin 1.5 üstünü seçmişəm. 3 əmsaldır, risklidir. Yenə deyirəm, bura qoyacağım, baxarsınız. 3 əmsaldan tək bir oyunu yoxlamaq olar. Digər oyunumuz Azakmanla Tottenham oynayır. Azakmanla Tottenham qrup aşamasında, yəni Lig A-də Tottenham öz meydanında Azakmanı 1-0 qalib gəlmişdi. Tottenhamda həmin vaxt zədəlilər çox idi. Hazırda Tottenhamin zədəlləri qayıdıb, hücum xətti yaxşıdır. Johnsonla son oynayır və Bayerdən Makteli aldılar. Cavan oyuncudur, məncə çox qəşəngdir. Bayerdə əsas heyətə düşə bilmirdi, çox oyun şansı yarada bilmirdi, yəni oyuna girə bilmirdi. Amma burada Tottenhamda məncə özünü göstərəcək və qəşəng oynayacaq. Burada mən ən ideal seçimim Tottenham bərabərlikdən geri ödənişdir. Yəni ən misalda bərabər qalsa bizim kupon geri ödəniş verir, qalib gəlsə kuponumuz qazanmış sayılır. Yəni burada Tottenham uduzmaz, məncə uduzmaz. Ən misalda bərabər və qalib də gələ bilər. Əmsal da 1.44 əmsaldır. Bura qoyacağım, baxarsınız. Qələbəsini də Tottenham'i yoxlamaq olar. Onu o vaxt yoxlamaq olar ki, heyətlər çıxandan sonra baxırıq ki, Tottenham təmiz əsas heyətdən çıxır, təmiz oyunu udmağa köklənir. O zaman Tottenham'in qələbəsində riskdən yoxlamaq olar. Amma mən yenə kuponlarımı əlavə eləməyəcəm. Digər oyunumuz FCSB ilə Lyon oynayır. Lyonu deyək, Lyon bax həqiqətən bu sezon bəzi problemlər yaşayır. Liqdə o qədər də yaxşı getmirlər. Liqdə hazırda 6-cı yerdədirlər. Yəni bu heyətə görə Lyon udmalıdır. Yaxşı yerlərdə olmalıdır. Gəlib Lyon kimdən qol yeyib? Ludogoretsdən qol yeyib. Ludogorets kimi klubdan öz evində 1-1 qalıb, Fenerlə 0-0 qalıb. Frankfurtdan 2 dənə qol yeyib, Qarabağdan qol yeyib, Hoffenheimdən qol yeyib, Beşiktaşdan qol yeyib, Rangersdən yenə qol yeyib. Sadəcə Olympiakosdan qol yeməmişdi. Qonaqda oynadığı bütün oyunlarda
qol yeyib. Bəli, qonaqda oynadığı oyunların hamısında qol yeyib, sadəcə Fənər oyununda 0-0-a qalıb. FCS bu da Romaniya klubudur. Mən oyunlarına bəzən baxıram. Ağır tipli klubdur, amma qəşəng oynayır və məqamlar sıxır. Məqamlar olanda məsələn kəllədən, zərbədən və ya əks hücumlardan qol vura bilən klubdur. Avropa Liqasında da o qədər pis getmədilər. Qrup aşamasından çıxmışdılar, liqa aşamasına çıxmışdılar. Element turunda PAOK elədilər. Qonaqda PAOK 2-1 uddular. Qırmızı alırlar. Qırmızı almışdı PAOK. Öz evlərində PAOK 2-0 uddular. Yəni PAOK bunlar 3-0 udurlarsa hər ehtimal Lyona da qol vura bilərlər. Ona görə mən burada ev sahibinin 0.5 üstünü götürmüşəm. Ev sahibinin 0.5 üstünü əmsalı 1.32 əmsaldır. Bura qoyacağım, baxarsınız. Yəni ev sahibi qol vuracaqsa Lyona qol vurması yüksək ehtimaldır. Qol-qola götürə bilərsiniz. Amma mən sadəcə ev sahibinin bir qolunu götürmüşəm. Keçək konferans liqasına. Digər oyunumuz Kopenhagenlə Chelsea oynayır. Burada belə deyək ki, Chelsea heç nə elə bilmədi, yəni bu ildə yenə öz Premier Liqada. Amma heyəti yaxşıdır, qəşəngdir. Burada gözləmək lazımdır ki, Chelsea əsas heyətdən çıxacaqmı? Bax bu sual altındadır. Çünki böyük klublar bəzən konferans liqasını, hətta Avroliqanı belə veclərinə almırlar. Yəni o qədər də bunlar üçün önəm daşımır. Udarıq, hə, çempion olarıq, amma udmarıq heç nə, yəni. Çünki həm bunlar üçün o qədər gəlir gətirmir, həm də bunlar üçün konferans liqası məncə çox prestij deyil. Böyük ehtimal deyilən, yəni məsəl üçün Chelsea o ağla çıxacaq ki, udaram, udmaram bərabər qalıb Kopenhagendə öz evimdə udub keçərəm, rahat udub keçərəm. Kopenhagen təbii ki, Chelsea'yə bata bilməz, əsas heyətdən çıxsa. Yenə burada yoxlamaq olar ki, məsəl üçün Chelsea-nin heyətlər çıxsın. Chelsea əsas heyətdən çıxıbsa, Chelsea-nin 2 topunu atmışam, əsas heyətdən çıxıbsa, onu rahat şəkildə yaza bilərsiniz. 2 topu da Chelsea-nin 1.47 əmsalı, bəli. Digər oyunumuz Molde ilə Legia Varşava oynayır. Mən Molde'nin oyununu qəti şəkildə bəyənmirəm. Heç də o qədər yaxşı oynamırlar. Çünki həm forma olaraq zəifdirlər. Norveç liqası dayanıb, hələ ki başlamayıb. Səviyyətlərimsə başlamalıdır yaxın zamanda. Havalar orada çox soyuq olduğuna görə onlarda bizdə kimi yay fasiləsi onlarda qışda olur. Və Molde gələk oyunlarına baxaq kimləri udub. Gəlib son oyunda Shamrock Roverə öz evində uduzmuşdu, bir qırmızı alıb. Sonra gəlib qonaqda 1-0 udub. Səviyyətlərimsə penallaşmada keçmişdilər. Ondan öncəki oyunda Mladev Blastava ilə 4-3 olmuşdu. Helsinki tanıyır. Qarabağ keçən sezon yox, ondan öncəki sezon oynamışdı. Helsinki çox zəif klubdur. Onunla 2-2 bərabərə qalıblar. Apoeldən qol yeyiblər, Blatstdən qol yeyiblər, Getdən qol yeyiblər. Larnen udublar. Larnedə heç nə, Larnenə klubdur ki, səviyyətlərimizdə Cəbəltaraq klubu idi. Onu da heç kimi saymaq olmaz. Onu da 3-0 udublar. Amma Legia Varşava deyəndə bilirik ki, Legia Varşava Polşanın ağır, qəşəng oynayan klublarından biridir. Və Avroliqada da çox pis getmirdilər, qəşəng gerdilər, 4-4 eləmişdilər, son 2 oyunu sadəcə uduzdular. Real Betis'i udublar qəşəng, sonra Dinamo Minski 4 dənə vurublar, Omoniya 3 dənə vurublar, Luganoya yenə vurublar və Djurgårdenə yenə vurublar. Demək olar ki, oynadığı bütün oyunlarda qol vurublar. Burada ən ideal seçim X seçimi mən seçmişəm, çünki Molde'yi düşünmürəm Legia Varşavaya batsın. Molde açıq oynayan klubdur, açıq oynayacaq, hücum oynayacaq və orada da qol yeyə bilər, boşluqlar buraxa bilər. Legia Varşava da bundan dəyərləndirə biləcək klubdur məncə. XG cüt şans 1.60 əmsaldır. Məncə çox qəşəngdir bu da. Bunu da qoyacağam, bura işarələyəcəm, baxarsınız. Keçək gecənin oyunlarına, 0-0 oyunlarına. İlk oyunumuz Ajax-dan Frankfurtda. Ajax bu sezon çox yaxşı gedir. Liqdə geridən gəldilər, PSV-ni keçdilər. Böyük ehtimal çempiondular. Arada çox fərq yaratdılar, qol fərqi yaratdılar. Avroliqada da elə pis getmirlər, qəşəng gedirlər. Və burada play-offdan qatıldılar. Play-offda da Ustya Belçika klubuna qonaqda da 2-0 vurubdular. Qonaqda 2-0 vurubdular, öz evlərində qırmızı aldılar, 2-1 uduzdular, amma buna baxmayaraq keçdilər. Qalatasarayla 2-1 qalıblar, Rigaya 1-0 uduzublar, Rigaya 1-0 uduzmaq biraz gülməhəl gəlir. Lazioya 3-1 uduzublar, Sasedadan uduzublar, Tel Avivə 5-0 udublar, Qarabağ 3 dənə vurublar. Qarabağ oyununda gördük ki, o qədər qol şansı yaratmadılar və qabaqlarına düşən hər şansı qol vurdular. Qarabağ yəni o oyunda xal qazana bilərdi, qazana bilmədi. Slavia Praqdan 1-1-ə qalıblar, Beşiktaşı 4-0 udublar. Frankfurtda da deməyə ehtiyac yoxdur. Frankfurtun mərkəz hücumçusunun arxasında oyunçu satdılar onu City'yə satdılar. Amma buna baxmayaraq, yəni yaxşı oynayan klublarda Frankfurt istəsə, həqiqətən Ajax-a qol vura bilmək potensialıdır. Çünki Frankfurtun oyuncuları buna əlverişlidir. Frankfurtda Romaya uduzublar, Fenerbahçe udublar, Lyona qol vurublar, Midtjylland'a vurublar, Slavia Praq, Rigaya. Demək olar ki, bütün sadəcə bir oyundan başqa, Romadan başqa bütün klublar qol vurublar. Və Romaya niyə uduzdular? Bərabər də qala bilərlər. Hətta niyə uduzdular? O qədər də bunlar üçün oyun kəsb etmirdi. 8-likdən çıxır yuxarı, play-off belə oynamadılar.
Burada mən ideal seçimim Ajax öz evidir. Frankfurtda hücum xəttindən dolayı qol-qoldur. Qol-qolun əmsalı 1.48 əmsalı bura qoyacağam, onu da işarələyəcəm, baxarsınız. Digər oyunumuz yenə Bodo ilə Olympiakos oyunudur. Bodonun oyunlarına baxsaq görək ki, bütün oyunlar demək olar üst və qol-qol gəlir. Qəşəngdir. Bodo da yenə Norveç klubudur. Norveçin yaxşı klublarından biridir. Heyəti cavan oyunçulardan ibarətdir. Və Norveç liqası dayanıb biraz geri yəni Olympiakosa nisbətən daha zəif ola bilərlər. Buna məsəl üçün Bodo gəldi burada play-offda keçdi turu. Play-offda Twente'yə qonaqda uduzmuşlar 2-1, gəldilər öz evlərində 5 şutdular. Ondan öncəki oyunlara baxaq. Nice'dan qol-qol gəlib, bu yenə Tel Avivdən qol-qol, Beşiktaşdan qol-qol, Qarabağdan qol-qol. Qarabağ hətta Bodoya qalib gəlmişdi. Braqa ilə qol-qol, Uskieles ilə sadəcə yox qol olub və Porto ilə qol-qol olub. Olympiakos da məncə qəşəng klubdur, qəşəng oynayır. Demək olar ki, play-offdan birbaşa qalxdılar. Sovetmində 8-ci yer olaraq bura qatılmışdılar. Heç nə, Olympiakosu yenə tanışdı, hamıya Qarabağdan oyunu görürük ki, qəşəng oynayır. Olympiakosun da heyəti qəşəngdir. Sadəcə Olympiakos bir oyun uduzub, o da Lyona 2-0 qonaqda. Burada düşünürəm ki, Olympiakosun da qol gözləyirəm, Bododan da qol gözləyirəm. Normalda qol-qol da sıxmaq olar, amma ola bilər ki, bir tərəfli də bu oyun üstə getsin. Bir tərəfli üstə getsin, 2-10 üstə atmamışam, daha garanti olsun deyə 2 üstə atmışam, sığortalamışam. 2 üstün əmsalı 1.33 əmsaldır. Məncə dəyərləndirmək olar, yoxlamaq olar bunu da. Bura işarələyəcəm, baxarsınız. Digər oyunumuz Viktor Plzeňdən Lazio oynayır. Lazio Avroliqanın həqiqətən yəni çempion ola biləcək klubundan biridir. Yəni, məncə ilk üçlüyə girir. Qəşəng oynayırlar. Demək olar ki, baxın, birbaşa qatılmışlar, play-offdan qatılmamışdılar. Sadəcə son oyunu uduzdular Braqaya. O oyunda onlar üçün o qədər önəm kəsb etmədiyinə görə oyunu boşlamışlar. Bəzi oyuncular, əsas oyuncular oynamırdı, baxmışdım oyuna. Digər oyunlarda sadəcə bir bərabərlikləri var, digər oyunlarda qalib gəliblər. Yəni görürük ki, Lazio yəni Avroliqanı önəmsəyən klublardan biridir. Viktor Plzeň də play-offdan qatıldı, səhv etmirəmsə, bəli, play-offdan qatılıb Fenerbahçe qonaqda oynadılar, 1-0 uduzdular və gəldilər öz evlərində böyük açıq fərqdən 3-0 qalib gəlib bura da keçdilər. Burada mən düşünürəm Lazio əmsalı yenə bərabərlik etmək istəyəcək. Qələbə qazanırsa qələbə qazanacaq. Mən uduzmaz yəni burada, çünki bərabərlik belə bəzən Lazioya sərf eləyər. Qələbə isə lap super olar. Mən burada yenə bərabərlikdən geri ödəniş yazmışam, 1.35 əmsalından bura qoymuşam. Niyə böyük klublara qələbə atmıram promo? Çünki məsəl üçün 5 böyük klub varsa onlardan 3-ü, 4-ü uda bilir. Gəlir biri, ikisini fırlayırlar ki, insanlar zaten bunlara qələbə atıb, bunlar hansısa fırlanmalıdır ki, yansın. Onsuz da bu klublar üçün də bərabərlik sərf eləyir. Aparıb öz evlərində rahat udacaqlar. Digər oyunumuz Banja Luka ilə Rapid Wien oynayır. Bu oyun biraz çətin oyundur. Biri ev sahibi Bosniya klubudur, Rapid Wien Avstriya klubudur. Rapid Wienin heyət olaraq ona evdən daha yüksəkdir. Bu oyunu biraz mən risk görürəm. Burada x2 atmaq olar, x2 bərabərlikdən geri ödəniş atmaq olar. Kopenhageni 3 dənə vurublar. Yəni qol vura bilən klub Rapid Wien həqiqətən açıq oynayır və boşluqlar tapdığı an rahat qollarını vurur. Burada Rapid Wienin məncə 2 topunu yoxlamaq olar. Biraz riskli, yenə bunu riskli kuponlara əlavə edə bilərsiniz. 2 əmsaldır. Bura işarələyəcəm, qoyacağım, baxarsınız. Digər oyunumuz CSG ilə Lugano oynayır. Lugano açıq oynayan klubu İsveçrə klubudur. Yəni mən bu klubu bəyənirəm. Həqiqətən bəyənirəm. Oyunlarına da baxsaq görərək ki, bütün oyunlarda qol vurub. CSG-nin statistikası isə öz oyunlarında hamısına qol vurub. Bu statistikaya dayanaraq qol düşünürəm. 1.57 əmsal var. Bura qoymuşam, baxarsınız. Digər oyunumuz Kipr klubundan Djurgården oynayır. Burada Djurgården oyuncuları hündürboy və kəllə və kornerdən gələn qollar dəyərləndirə bilərlər. Burada Djurgårdenin bir qolunu atmışam, dəyərləndirmək olar 1.38 əmsalı. Və nəzərə çatdırım ki, Telegramda bugün 5 əmsal paylaşacağım. Görmək üçün aşağıdakı bioda linkdən daxil ola bilərsiniz və mənə dəstək olmaq üçün bəyənməyi unutmayın. Hər kəsə uğurlar.